Xanımlar, artıq ayın 4-üdür, 4 fevraldır, 05:55 dəqiqədir. Hələ namazın vaxtına var. İnşallah ki, sizlər də bugün oruçsunuz. Allah Taala hər birimizin ibadətini qəbul etsin. Oruç namazımızı öz dərgahında qəbul dərəcəyə çatdırsın. Xanımlar, mən dünən əslində canlılaşdırmağı düşünürdüm. Nimi Şabanla bağlı. Nimi Şaban gecəsi idi. İmamlarımızdan hədis var, buyurur ki, Qədr gecəsindən sonra ən fəzilətli gecədir, Birac gecəsi deyilir. Şabanın 14-dən 15-nə keçən gecə. Dünən, yəni axşam, Şaban ayının 15-ci gecəsi idi, bugün 15-ci günüdür. Canlı açmaq istəyirdim, bu barədə sizlərlə danışmaq istərdim. Amma ki, gəlirlər, təhqir edirlər, şeytandırlar da, şeytan yolu gedənlərdir. İstər-istəməz, yəni məni incidirlər, yorurlar, üzürlər. Ona görə də mənim də enerjim tükənir, aça bilmədim. Hər birimizin mövludu mübarək. Bilirsiniz ki, yəni bugün İmam Zaman ağanın mövlud günüdür. Namazın vaxtına var, dedim bunları çıxartdım. Aş bişirəcəm gözəl xanımlar. Böyük oğlum, ikinci oğlum deyirlər ki, mama sadə plov bişir. Yəni içərisinə heç bir şey əlavə etmə. Bilirsiniz, bəzən noxudla edirəm, bəzən lobya ilə edirəm. Günay, mən, balaca oğlum sevirik, amma iki böyük oğlanlarım deyir ki, mama sadə elə, heç bir şey əlavə etmə. Ona görə 2 rəng qazanda bişirəcəm. Ətli, dana ətidir. Götürmüşəm, burada da kənd çolpasıdır, şabalıddır, kişmişdir. Xanımlar, bunların bu tutacaqlarını dəyişdim. Bunların öz tutacağı tünd qara rəngdədir. Bu cür tünd qara rəngdədir, amma bu keyfiyyətlidir də, qalındır, ağırdır daha doğrusu. Amma bu hissəsi, bunlar çatlayıb, xarab olub. Bir də şurupları boşalmışdı. Ona görə elə aldım. Bunlar da qazanlarım qranitdir də. Bunlar da qranit görüntüsüdür. Elə dəstli. Elə bunları aldım, dəyişdim xanımlar. Amma özünkiləri atmıram. Bu hissədə olanları atıram, amma bunların özünü atmıram. Sonra nə vaxtsa belə qara rəngdə belə bu hissələrdən olsa alsam, yəni nə zamansa bunlar xarab olanda özünkiləri atmıram, bağlayacağım. Çox qəşəng sərgəli oldular. Xanımlar, bu qapaqlar çox qəşəngdilər. Görürsünüz bunları. Yəni indi elə qazanların çoxu belədir. Düzdür, mən ağ qranit qazan dəstimdə belə deyil. Elə əvvəlki kimi qırağı dəmirlidir. Amma bu belədir, bunu daha çox yəni bəyənirəm. Görürsünüz, tərtəmiz, yumaq da rahat olur. Yəni dəmir olanda qırağı istərsəməz yağlı olur, çirkli olur. Düzdür, onlar da mən təmizləyirəm, kanalımda da var. Necə təmizləyirəm? Bir gün yenə çəkib paylaşıram. Kanalımda da bir neçə dəfə paylaşmışam. Bunları çıxarıram. Şüşənin özünü qazanda, alüminium qazan götürürəm. 72% sabun içərisinə əlavə edirəm. Biraz da soda qaynadıram. Dəmirlərin içərisi tərtəmiz olur. Amma belə daha yaxşıdır da. Tərtəmiz oldular. Bunları da tez-tez açıram. Xanımlar, ümumiyyətlə qapaqların bu hissəsini də açıram. Hələ o dəmirləri indi bir neçə vaxtdan bir qaynadıram, tutaq ki. Amma bu hissələri daha tez-tez açıram. Görürsünüz, rahat da açıram. Bu hissələrə istərsəməz yağ yığılır. Bu hissələr onun altına yığılır. Açıram, bunlar da sapsarı olmuşdular. Tərtəmiz yudum. O təmizləyici toz var məndə Viplife'ın. Onunla sürtdüm, hər hansı bir təmizləyici tozla. Tərtəmiz oldular, bağladım. Görürsünüz xanımlar, özü qranit, qapaq tutacaq da qranit. Deməli, bu 3 qapaq dəyişməli idim, 2 böyük qazanımın, bir də tava kimi qazan. Bu 3-ü dəyişilməli idi, çünki bu hissələr qırılmışdı, bunlar da boşalmışdı. Nə qədər şurupla da sıxırdım, elə boş uydular.
Amma bu təzə idi. Uyğunluq olsun deyə bunu da dəyişdim. ...2022-nin oktyabr ayında getdik Sədərəyə, bunu aldıq. Bu 4 dənə qazan idi, bu ən böyüyüdür bu. Bunu indi gəlib ölçüsə deyəcəm. Bunu 24'dür, bununla bunu mən 28 bilirdim. Amma sanki böyüdür. Bu 20'dir, səhv etmirəmsə. Bir də xanımlar, budur. Bir də xanımlar, budur. 5 dənə. 1, 2, 3, 4, 5. Amma bunun qapağı yox idi xanımlar. Bunun qapağı yox idi. Mən də dedim, qapağı yoxdursa niyə yoxdur? Satan da dedi ki, bəs bu bizim millətlərdən mütləq hamısının qapağı olmalıdır. Yəni bu hamısında belə gəlir. Bu əslində kahvaltılıqdır. Nə bilim, qayğanaq üçündür. Ona da qapaq lazım deyil. Dedim, valla biz qayğanağa da qapaq qoyuruq. Nəsə dedi, elə alanlar bu cür narazılıq etdiyi üçün biz onun ölçüsündə də qapaq, yəni belə gətirmişik, yəni veririk də, yəni narazılıq olanda veririk. Bunu unutmuşam, bunun məsəl üçün bunu da gəlib dəyişərdim. Bunlarla eyni olardı. Xanımlar, elə tavalarımı da sizə göstərim. Bunları yığışdırıb sonra başlayayım işimi. O sırada ətlərim uzatılmayıb. 20 santimdir bu. Bundan edəndə 1 litr südə edirəm. 45 ədəd alınır. 44, 45, 46 ədəd belə alınır. Amma mənə bundan biraz çətin gəlir. Çətin gəlir, ona görə bu tavamda edirəm. Bu tavamda edirəm xanımlar. Bu tavamda edirəm. Bu tavada məni yorur. Çünki bir dənə bundan da 25-26 ədəd alınır. Uzun çəkir də, yəni sobanın da yanında ayaqlarım ağrıyır, yoruluram. Ona görə həmişə deyirdim ki, bu tavadan bir dənə də alacağam. Yəni düzdür, təsadüfən eyni çıxdı tavalar. Yəni belə də birinci tavası alacağam. Tutaq ki, 1 saata bişirsə, mən 2 tavada etsəm, yarım saat olacaq da. Və yaxud da 1 saata 2 litr edərəm, məsələn. Bunu aldım xanımlar. Deməli, həmin o xırdavat mağaza var idi. Oradan 1-2 video bundan öncə alış-veriş etdiyi. Orada bu tort üçün qəliblər aldım, forma aldım orada. Deməli, bundan böyüyüydü. Bundan mən bu tavam görürsünüz. İçi artıq bunun xanımlar neçə illərdir istifadə olunur. Artıq içeri bir saralır. Bundan böyüyüydü. Bu 24'dür. Bu deyilsə 26 idi. Bu da 22'dir xanımlar. Ona görə elə bunu götürdüm. Mənə görə ən ideal ölçü 24'dür. Bunu çox bəyənirəm. Bu balacadır. Bu da xanımlar çox böyükdür. Bu da xanımlar çox böyükdür. Bu Berlinger Haus'un demək birinci tavasıdır xanımlar. Bu yəni keyfiyyətlidir də, bu çox gözəldir. Amma xanımlar heç birinci bişirməmişəm bunda. İndi bir gün rahat vaxtda bişirəcəm. YouTube üçün yox da, Instagram üçün bişirəcəm. Bilirsiniz ki, mən VIP Life məhsullarını tanıdıram. VIP Life məhsullarını tanıdıram. Yəni bu birinci tavasıdır əslində. Ona görə bunun ölçüsündə bişirəcəm. Çox yox, yarım litr süddən edəcəm. Neçə də ala bilirsiniz, ondan alınmayacaq. Edəcəm, yəni göstərmək üçün də, reklam çəkmək üçün. Kim istəyər, bu ölçüdə bəyənər, alar, istifadə edər. Amma biz bunu pankek kimi istifadə edirik. Pankek kimi istifadə edirik. Xanımlar, o tavalardan sonra bu tavanı aldım əlimə sizlərə göstərmək üçün də. O qədər ağırdır, o qədər keyfiyyətli məhsuldur ki. Mən bunu daha çox niyə aldım xanımlar? Yəni mən bunu 30% endirimlə 50 manat aldım. Belə deyəsən 70 manatdır. 60 neçə manat, 70 manata yaxındır. 30% endirimlə mən bunu 50 manat aldım. Qazanlarımla dəst olsun deyə. Ona görə aldım. Yoxsa mən bilirdim ki, bu ölçüsü böyükdür, yəni bu qədər böyüklükdə mən bilincik etməyəcəm. Bir də mən bunu aldığım zaman, yəni 50 bal qazandım. 50 bala görə də mən yəni qazanc əldə edirəm də, ona görə vurdum. Bəzən gəlirlər, yazırlar, ay o neyirsən, mənim ağlımda var, yəni öz ağlım özümə yetir. Mən bilirəm niyə alıram. Həm almışam, istifadə edirəm.
Pankek üçün çox gözəldir, çox əlverişlidir. Düzdür, birinci böyükdür. Həm də mən bunu aldığım zaman 70 manatlıq məhsul 50 manat almışam və 50 bal qazanmışam. 50 bala görə də mən maaş almışam. 50 bala görə almıram ha. Digər ballarım üzərinə toplananda 1 bal 1 bal top. Necə qəpik-qəpik yığılır 1 manat olur, manat yığılır 100 manat olur, yığılır 1000 manat olur. Bal da elədir. 1 bal 1 bal toplanır, gəlir müəyyən balı yığıram ki, müəyyən qədər maaş alıram. Yəni mən bilirəm niyə edirəm və heç də peşman deyiləm. Yəni bunda bilinçlik etmirik. Pankek edirik, amma Instagram üçün çəkəcəm, sizə də göstərəcəm. Shorts videoda paylaşacağım. Çünki Instagram üçün mən başqa ölçüdə çəkirəm də videonu. Belə gözəl xanımlar. Bunu da bilinçlik saysaq, tavası saysaq, deməli 1, 2, 3, 4 dənə bilinçlik tavam var xanımlar. Amma yox, elə bilincikə gündəlik bu ikisi mənə yaxşıdır. Bunların da düz ölçülərində fərqlər olsun da edərəm. Yarısı ölçüdə olar, yarısı bölçüdə olar, nə olacaq? Yetər ki, bişirdiyim zaman, hazırladığım zaman yorulmayayım da. Eyni tavalardır xanımlar. Bu da belə, bunda da edirəm. Sadəcə hər dəfə bunu da etmirəm də. Belə xanımlar, indi pankek tavalarımı göstərim sizə. Pankek tavalarımı göstərim. Sizə elə dolabı tökmüşdüm. Silirdim, göstərim sizə. Pankek kimi istifadə etdiyimiz üçün bunu artıq mən pankek tavası adlandırıram. 3 dənə birinci tavam var. 3 dənə də pankek tavam oldu. Bunda sadə, bunda ürək formasında xanımlar. Bunda da ki belə, uşaq üçündə görməyən xanımlar. Nə bilim ayı var, fil var, nə bilim nə var. Görünmür, işıq düşür, görünmür. Yəni şəkillidirlər xanımlar. Niyə görünmür ki? Balıq var deyəsən. Belə. Bunu xanımlar 13 manata aldım. Maştağa moldan. Bunu da Maştağda Bakı Store'dan almışdım 15 manata. Deməli, bunu 4 dənə belə yumrusu da var idi. Mən dedim, yumrunu tavalarda da edirik də. Ürək formasını günah istədi, götürdüm.
Bu ətli bir də toyuqda qoyuram bişməyə. Onları bişməkdə olarkən mən soğanı, kökü soyacağım, doğrayacağım. Şabalat burada hazırdır, kişmiş də orada hazırdır, belə. Bu arada xanımlar, mən yemək bişirdiyim zaman bu qazan, gündəlik qazanlarımdır bunlar. Bunlarda bişirirəm, məsəl üçün ətli bişirirəm, yeyinirəm. Sonra, məsəl üçün, tutaq ki, soz bişirəcəm. Sonra bu hansı ki qazanımda, ya da yəni qranit qazanım. Məsəl üçün, onda soğanı qızardıram, ət əlavə edirəm içərisinə falan, artıq onu da edirəm. Bunu yuyuram. Onda yəni təmiz olur. Eyni qazanda necə bişirmək olar? Mən rəhmətli yanımda da elə görmüşəm, bacılarımda da. Məsəl üçün, qaynayır, kəfini yığırıq, istər-istəməz içərisində kəfi qalır, ya nəsə qalır. Ona görə yəni ətləri götürürük, başqa qazanı yağ soğan edirik, ətlərini də əlavə edirik. İçərisindən suyunu da süzgəcdən süzürük. Qazan da təmiz olur da. Mən xanımlar var, görmüşəm ki, məsəl üçün, qazan tutaq ki də plov bişirir. Bu qazanda qaynadır suyu. Düyünü qaynadır, süzür. İstər-istəməz süzəndə, ya qaynayanda daşır, ya süzəndə düyünün lığabları, həlimi belə xət-xət qalır. Böyük səhifəyə 1 milyon yaxın izləyicisi var, 5-600 min, 700 min izləyicisi var. Onlar da elə görmüşəm. Yəni olmaz. Mən çox zaman bunları sizə göstərmirəm, məsəl üçün. Amma mən arxa kamerada, yəni ümumiyyətlə, yəni gündəlik həyatımda qazanlarda bişirirəm. Sonra tefal qazanımı ya qranit qazanımı, yəni ümumi yeməyi onun içərisində edirəm. Yəni belə sərgəli olur da. Və yaxud da məsələn bu qazanda qaynatdım ətimi, bu qazanda yağ soğan elədim, bundan əlavə elədim onu. Belə gözəl xanımlar. Qranitlərdə eləyəcəm. Sadəcə bunlarda bişsin ətdə. Belə gözəl xanımlar. Gedim onun qapağı balkonda da gətirim. Gedim gətirim, başlayayım. Belə. Bunlar burada qalsın. Gedim qapağı gətirim.
Gözəl xanımlar, ətlərim də bişdi. Mən də mənə lazım olanları əlimin altına yığmışam. Bir tək kişmişi yumamışam. Onu da ki, indi yaxşı-yaxşı yuyacam. Sonra isti su ilə üzərinə alacam. Orada isti suda yumuşalsın. 4 fevral 09:41 dəqiqədir. Ona 20 dəqiqə, 19 dəqiqə qalar. Böyük oğlum işə gedib, ikinci oğlum işə gedib. Balaca oğlum günorta gedəcək işə. Balaca oğlum yatıb, gəlinim, nəvəm yatıb. Mən artıq bir dənə tört-töküntü qoymamışam qalı xanımlar. Maşına lazım olanları maşına yığmışam, əlimdə lazım olanları əlimdə yumuşam. Belə. Gətirirəm indi. 2 dənə tavada edəcəm da soğan yarı böləcəm. 2 tavada qızarsın, birinə dana ətini, birinə toyuğu kənd çolpası da əlavə edim. Şurabal kişmiş. Xanımlar, əslində mən əriyi də sevirəm. Uşaqlarım sevmir deyə heç mən də almıram. O turşu qovurma deyirik də, əslində o turş alçadır ya cavaldır nədir, onu heç birimiz sevmirik. Onu əlavə etmirik, amma əriyi mən sevirəm. İndi alanda alıram, almayanda almıram, çünki uşaqlarım sevmir. Bəzən yemək, məsələn, çox olanda sabah da yeyirlər. Bax, inanın ki, bugün soyuducuda, xanımlar, sizi inandırım, hələ dolma qalıb. Dolma qalıb. Sonra dünənki videoda sizə göstərdim. Günay makaron qovurmuşdu, qızartmışdı, sinə əti ilə belə padlivka kimi etmişdi. Ondan qalıb bir nəfərik, dolma bir nəfərik qalıb, kalbasa kəsilib qalıb, ikra açılıb qalıb, belə. Belə, yəni ki, ona görə məsəl üçün dünəndən qalan yeməyi də yeyirik. Düz uşaqlar yemir, günah yeməyi yeyirik. İndi mən də orucam bugün. Bu arada xanımlar, qeyd etmişəm də sizə, bu aylarda mən məsəl üçün gücüm çatdığı qədər tuturam, arada fasilə verirəm. Çünki yəni gücüm çatmır. Amma əvvəllər bütöv 3 ay tuturdum, müəyyən günlər çıxmaq şərti ilə. Belə. Ona görə yəni bugündən də sabaha qalacaq. Həm ət var, həm bir dənə kənd çolpasıdır. Ona görə, məsələn, bu gün də yeyəcəklər, sabah da yeyəcəklər. Düyünü də ona görə 1 stəkan götürürəm. Belə. Balaca oğlum günorta yeyir, bir də axşam gəlir yeyir. Çox zaman günorta heç yemir. Elə yatır da, yəni durur, elə gedir, məsələn üçün kofe içir, çay içir, yemir. Gedir, yəni işdə yeyir də, sifariş edir, yeyir. Bir dəfə yeyir ta axşam. İkinci oğlum səhər bir dənə yeyir, gedir, günorta evdə yemir, bir dənə axşam yeyir. Böyük oğlum həm günorta yeyir, həm axşam yeyir. Yəni ona görə bugün bişirdiyimiz yeməkdən sabaha da qalır. Həm ət, həm toyuq olduğu üçün mən də 5 stəkan düyü götürəcəm. Qazanın birində 2 stəkan düyü edəcəm, sadə düyü özü olacaq. Bir qazanda da 3 stəkan edəcəm. Əslində yaşıl noxud çoxdur, indi banka böyükdür ona görə də. Əslində mən balaca banka edirəm, elə bir dənə qalmışdı evdə. Qarğıdanlı, kökü, yaşıl noxudu digər qazanda edəcəm.
Bunlar hazır olsun, sonra aşı edəcəm. Xanımlar, elə türklər kimi edəcəm, o daha rahatdır. Valla dadında biz heç bir fərq görmürük. Elə edəcəm. Pişsin, bunları götürün. Xanımlar, bulyonları da əlavə etdim üzərinə. Bir 5 dəqiqə birlikdə belə az ateşdə bişsinlər. Götürüb qoyacağım dəzgahın üzərinə. Tavaları başlayacağım aşı bişirməyə, pilavı bişirməyə. Xanımlar, yəni əldən buraxmırıq tez-tez də, yəni qarışdırırıq. Ətlər hazırdır. Belə. Bu qazanda 2 stəkan düyü edirəm. Sadə, amma bu qazanda bunları da əlavə edəcəm, tərəvəzlər. Bir 4 dəqiqə xanımlar, uzağı 5 dəqiqə, heç 5 dəqiqə lazım deyil. 4 dəqiqə belə qovururuq. Sonra üzərinə çıxana qədər su əlavə edirik, qaynanmış su. Duzunu vururuq, tərəvəzləri əlavə edirəm. Orta ateşdə xanımlar, suyu çəkilənə qədər qalacaq. Sonra az ateşdə dəmlənməyə buraxacağım.
Xanımlar, orta ateşli suyu çəkilənə qədər bişir. Sonra az ateşdə bir yarım saat, 40 dəqiqə. Yarım saat yetərlidir. Qoyuruq, dəm alır. Bunları maşına yerləşdirim. Bir dənə güclü küləyi var ki, xanımlar. Aşüzənləri əlimdə yuyuram da təbii xanımlar. Bunları maşına qoyuram. Xanımlar, artıq yeməklərim hazırdır. Güclü külək əsir, sulu qar yağır. Məlik də pəncərəyə çıxıb, xanımlar pəncərədən həyətə baxır. Nənəsi video çəkir deyə maması ilə piçə-piçə ilə danışır. Göl nənə qurban, gölə yatım, gəl. Sənə qurbanım, cum. Nənəni öp, nənəni öp, nənəni öp. Öpsünən də. Getdi, inəyim getdi. Uf, yoxdur. Belə gözəl xanımlar. Balalarım yeməyi hazırdır, nuşicanla yesinlər. İnşallah mən də iftarda yeyərəm. Allah Taala orucumuzu, namazımızı qəbul etsin. Allah Taala güc qüvvət versin bizə. Allah Taala köməyimiz, darda olanların, sıxıntıda olanların, hər kəsin köməyinə çatsın. Allah Taala bu soyuq havada evsizlərə ev yetirsin. Nə bilim, xəstələrə şifa versin. Darda olanlara hər kəs Allah Taala kömək olsun. Övlad yolu həsrətində olanlara övlad əta etsin. Kimin nə sıxıntısı varsa, nə hacəti varsa, bu aya xatir, bu günə xatir, bu gün deməli Şaban ayının 15-ci günüdür. İmam Zaman ağanın da mövlududur. Xanımlar, sizləri təbrik edirəm. Yəni bu günə xatir, bu aya xatir Allah Taala hər birimizə kömək olsun. Milyonlar istəmirəm şəxsən mən. Kimisə möhtac olmayaq, kiməsə boyun əyəcək qədər ehtiyac içərisində olmayaq. Belə gözəl xanım. Biraz da özümüz qürurlu olmalıyıq, biraz da özümüz əzmli olmalıyıq. Hər şeyə görə hər kəsə yəni əl açmaq düzgün deyil. Bu dilimizdə də bəyan edilmir, məşruqdur.